Şəhla xanım, bilirsinizmi, bu Netanyahunun nəinki siyasi karyerası, həmçinin bəlkə də həyatı müharibələrin davamından asılıdır. Bu şəxs və bunun kabineti biz görürük ki, dayanmadan savaş meydanları axtarır. Gah Qəzza zolağında, gah Cənubi Livanda biz görürük, gah Suriya istiqamətində və s. Yəni bu şəxsin siyasi fiqurdur. Üzərində o qədər cinayət işi açılıb ki, bu hakimiyyətdən getsə çox çətin olacaq və yeganə şansı hərbi vəziyyətdir. Hərbi vəziyyət və müharibələr davam etdikcə Netanyahu hakimiyyətdə qala biləcək. Ona görə əfsuslar olsun, həqiqətən də o Qəzza zolağı istiqamətində əldə olunan atəşkəs çox kövrəkdir və Amerika prezidentinin şəxsi belə deyək, həm maraqları, həm də ki, onun nüfuzu ortadadır. Əgər bu atəşkəs pozulsa, Amerika və şəxsən Donald Trumpın nüfuzuna böyük bir zərbə olacaq.